Ölkəmizdə mini futbol üzrə dünya çempionatı keçirilir. Şübhəsiz mühüm idman hadisəsidir. Amma təəssüf ki, yerli ictimaiyyətdə bu turnir yalnız Aygün Kazımovanın çıxışı səviyyəsində maraq doğurub. Məsələ Aygün Kazımova deyil qəti. Var məsələnin lakini, amması, fəqəti. Mayın 31-də Çempionlar Liqasının finalı keçiriləcək. Fransanın PSG və İtaliyanın Inter klubları üz-üzə gələcək. Qonşu ölkələrin hər biri bu final qarşılaşmasında təmsil olunacaq. Interin heyətində türk futbolçu Hakan Çalxanoğlu, erməni futbolçu Henrix Mxitiryan, İranlı hücumçu Mehdi Taremi var. PSG-də isə gürcü futbolçu Xviça Kvaratskhelia, Rus golkiper Matvey Safanov çıxış eləyir. Sərhəd olduğumuz hər 5 ölkədən futbolçu var bu turnir finalında. Bircə şərq sərhədimiz Xəzər dənizindən təmsilçi yoxdur. Oradan da yəqin balıqlar Çempionlar Liqasının nahar menyusuna qatılar. İndi məşhur sual yenidən gündəmə gəlir. Bəs o əjdahadan bizdə niyə yoxdur? Hələ bunlar Azərbaycanla həmsərhəd ölkələrdir. Avropanın futbol gigantları olan ölkələr başqa leveldədir. İspaniyadan Lamin Yamal adlı 17 yaşlı bir uşaq çıxıb. İndidən qızıl topa namizəd göstərilir. Dünya futbol ictimaiyyəti Lamin Yamaldan danışır. Azərbaycan futbol ictimaiyyəti Aygün Kazımovadan. Çünki AFFA Azərbaycan ictimaiyyətinə başqa yol qoymayıb. Xəritədə tapa bilməyəcəyimiz ölkələr, topla yenicə tanış olan qəbilələr gəlib Bakıda milli komandamızı udub gedirlər. Yekunda danışmağa bir mövzu qalır. Aygün Kazımova. Futbol bir ölkəni dünya miqyasında reklam etməyin ən effektiv yoludur. Dünya əhalisinin yarısı futbol sevərdir. Bir neçə gündən sonra dünya əhalisinin yarısı Henrix Mxitiryan və Xviça Kvaratskhelia baxacaq. Dünya əhalisinin yarısı Ermənistan və Gürcüstan adlı ölkələrlə tanış olacaq. Amma xəbərləri olmayacaq ki, Qafqazın lider ölkəsi Azərbaycanda Aygün Kazımov adlı müğənni var. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.